Bu deyəcəyim qaydanın 99% abituriyent ya səhv bilir, ya ümumiyyətlə bu haqda məlumatı yoxdur. Söhbət sözün hansı sintaktik vəzifə daşımağından gelir. Bəzən abituriyentlərimiz elə düşünürlər ki, sintaktik vəzifə deyəndə ancaq söhbət cümlə üzvündən gedir. Qətiyyən elə deyil ha, ya da saxlamalıyıq. Sözün sintaktik vəzifə daşıması deyəndə biz 3 faktı göz önünə gətirəcəyik. 1. Cümlə üzvü, 2. Xitab, 3. Ara söz. Yəni bir sözün xitab olması onun sintaktik vəzifə daşımağı deməkdir. Nəyi deyirəm? Cümlə üzərində göstərim sizə. Baxın, dəyərli abituriyentlər, deyir ki, Əli bura gəl. Elə deyilmi? Nə et? Gəl, haraya? Bura, sənin zərfin, Əli də sənə xitabı. Məsələn, mənə deyir ki, altdan xətt çəkilmiş söz sintaktik vəzifəsi nədir? Deyir, ay müəllim, Əli sözü xitabdır. Xitabın nə vəzifəsi olacaq? Cümlə üzvü deyil ki, yadda saxlayırıq. Əli sözünün xitab olması onun sintaktik vəzifə daşımağı deməkdir. Mənə sual verir ki, ilk sözün sintaktik vəzifəsi nədir? Deyirəm, xitab. Başa düşdüm necə? Növbəti. Deyir, Əli əlbəttə gələcək. Necə gələcək? Kim gələcək? Əli. Əlinin sintaktik vəzifəsi nədir? Cümlə üzvü olmaq. Əlbəttə sözü. Mənə deyir ki, altdan xətt çəkilir. Məsələn, əlbəttə sözün altdan xətt çəkir. Bax, deyir ki, bunları silim. Deyir ki, altdan xətt çəkilən sözün sintaktik vəzifəsi nədir? Deyir, ay müəllim, əlbəttə ara sözdür. Ara sözün hansı vəzifəsi olacaq? Elə deyil, yadda saxlayırıq. Əlbəttə sözünün ara sözü olması onun sintaktik vəzifəsidir. Yəni, sintaktik vəzifə deyəndə xitabda onun içərisində gedir. Sintaktik vəzifə deyəndə ara söz də onun içərisində gedir. Sintaktik vəzifə deyəndə cümlə üzvü də onun daxilində gedir. Yəni, bir sözün cümlə üzvü olmamağı o demək deyil ki, o sintaktik vəzifə daşımayır. Yəni, həm xitab, həm də ara söz sintaktik vəzifəsi deməkdir. Yəni, burada Əli sözünün sintaktik vəzifəsi nədir? Xitab. Əlbəttə sözünün sintaktik vəzifəsi nədir? Ara söz. Tamam mı? Bax, bu məqamlara diqqətli olun, imtihanda qarşınıza çıxa bilər. Diqqətinizə görə təşəkkür edirəm.